Bu nə tıxacdır? Belə tıxac mı olar? Yenə cəmaət qalıbdı yolda erizdə. Yenə dəlixana tıxacdan ha. Yaxşı ki motosikletlə gedirik, yoxsa minimum bir saatımız var idi bu tıxacda. Bütün iş yoldaşlarım, qonşularım işə gedişəcək. Bu gün bunu təsdiqləmiş olduq. Amma biz nə qayırıq? Biz işə gedişmirik. Çünki biz alternativ nəqliyyat vasitəsi istifadə edirik. Bir damcı yağış yağdı, yollar olur İnqubay meşəsi. Elə bir tutan hamon gəlib bu cəmaatın əlindən tutacaq. Gəl gedəkdən bala. Və bu süründən az zülüm. Yolda yağış olmağının sənin sürməyi və nə əlaqəsi? Mən motosiklet ola mən gedə bilirəmsə, sən maşın olaraq niyə getmişsən? Oturursan dörtbucaq qutunun içərisində, rahat, komfortda. Niyə sürməyirsən? Bir dənə yola baxırsan, başqa eləyəcəyin bir şey varmı? Qazdı, tormuzdu, bastın, qabağa baxdın, fiyo da. Elə sürürlər, elə bir qarışqa qalacaq ayaqlarının altında. Bas geçsinlər ha. Ya da sürə bilmirsən, get ictimai nəqliyyata min, get nə bilim marşruta min, get metroya min. Nə qayraq, sənin üçün ayrı yol mu çəkək? Xamlar yolu mu yaradaq? Qırılmışlar da yolda bir dölü, iki dölü. Elə hamısı ağzını ayrı Fəşdərxan kimi yağışa baxır. Sür dana bu zülümü.